Özüm hazırlamasam əsla yeyə bilməyəcəyim yeganə yemək xaşdır. Suyu sapsarı kəhraba kimi sümüyündən ayrılan dadına doyulmaz bir xaş resepti paylaşıram. Dırnaqları gözəl təmizləyib 3 saat soyuq suda gözlədirəm. Dizindəki zoğları da kəsib atıram. Qazanın içərisinə ətli qarınları və dırnaqları əlavə edib qaynadıram. Bir dəfə qaynadıb suyunu atıram. Üzərinə çıxana qədər su doldurub yenidən qazın üzərinə bişməyə qoyuram. Suyunun necə şəffaf olduğu yəqin ki videodan görünür. 1 saat qaynadıqdan sonra soğan, dənəli istiot və dəfnə yarpağı əlavə edirəm. Duzunu ən sonda əlavə edirəm. Çünki duz bişməsinin qarşısını biraz alır. Vam otda 7-8 saat bişirdim. Mən sümüyündən ayırmıram, istəsəniz servis edəndə sümüyündən ayıra bilərsiniz. Suxari, qızardılmış çörək, sarımsaqlı sirkə, qırmızı soğan və assorti turşular. Buna kim yox deyə bilər ki? Ətrafında həyatı boyu heç bir zaman xaş yeməyən və sevməyən tanışlarım vardı. Bu xaşı bəh-bəhlə yedilər. Ona görə də əminliklə deyirəm ki, buna heç kim yox deyə bilməz. Soyuq halda da, isti halda da yemək olar. İnanın ki, əsl qışın malıdır. Nə vaxt ürəyim xaş istəyirsə, özüm mütləq hazırlayıb və nuş edirəm. Bəs siz bilirsiniz ki, xaşın yaxşı bişirilib-bişirilmədiyini salfetlə yoxlayırlar. Əgər salfetlə əlini siləndə salfet ələ yapışırsa, deməli xaş çox möhtəşəm bişib.